Səfər ayının 20'sində İmam Hüseyin Aleyhisselamın şəhadətinin 40-cı günüdür. Hələ 10 gündən sonra səfər ayı bitir. Mən keçən cümə dedim, səfər ayı ağır aydı. Bu mənada yox ki, həcm cəhətdən yox, mənəvi cəhətdən ağırdır. Hələ bundan sonra Peyğəmbərin İmam Həsənin şəhadətləri var. Peyğəmbər buyurur ki, hər kim səfər ayının bitməsini mənə xəbər versə, cənnətlə onu müjdələyəcəyəm. O ki qaldı səfər ayında toy eləmək, o ki qaldı səfər ayında şadlıq eləmək, bunlar məqsədə uyğun deyil. Səfər ayının 20'sində İmam Hüseyin Aleyhisselamın şəhadətinin 40-cı günüdür. Bu gecə dua gecəsidir. Biz alacağımız bugün ən böyük mükafat